özümü, siz əziz dəyərli müminələri, inanclı bazı qardaşlarımı mübarək cümə günündə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Allah bizləri təqva əhlindən qərar versin inşallah, aqibətimizi xeyirli eləsin, qəbirsanlıq əhlinin günahlarından keçsin, fani aləmdən baqi aləmə köçdüyümüz zaman uca Rəbbim üzümüzü ağ eləsin inşallah. İmam Mehdi ağamızın zuhuru təcil olsun. Salavat yadı Muhammed və Muhammed. Mən bu cümə inşallah istəyirəm bir bəhs başlayam. Allah ömür versin, bu bəhsi başladaq və inşallah davam eləyək, sonda bir nəticə alaq. Bəhslər, mövzular çoxdur və illərdir cümə namazlarında, xütbələrdə müəyyən mövzular haqqında danışmışıq. Mövzu seçimi əsas məsələdir. Mövzu seçimi həm də çətindir. Gərək müxatəb üçün elə bir mövzu seçimi olsun ki, o müxatəbin, yəni qulaq asanın dərdinə dəysin. Söz çoxdur, amma o söz ki, bizə lazımdır, cəmiyyətdə bizim dərdimizi deyir. Və bugün ona mən ehtiyacım var. Bu söhbətlər çətindir bunları yığmaq, toplamaq, danışmaq. Allahdan tövfiq istəyirəm. İnşallah həm özüm üçün, həm siz əziz dəyərli bazı qardaşlar üçün. Biz gündəmdə görürük, fəsad çoxdur. Yer üzündə fəsad əvvəldən var. Elə Adəm Peyğəmbər yaranandan şeytan fəsad elədi. Ta bu günə qədər yer üzündə fəsad var. Mən istəyirəm bir mövzu başladam ki, fəsad nədir? Və biz fəsadı nə cür tanımalıyıq və fəsaddan Əhl-i Beytin yolu fəsadla mübarizədə nə cür olur? Biz həmişə danışırıq Əhl-i Beytin əxlaqından, kəramətindən, təqvasından. Amma Əhl-i Beytin mübarizəsi nə cür olur? Çox siyasətçilər deyirlər ki, danışın əxlaqi şeylərdən, danışın fiqhi məsələlərdən, yüngül bir şeylərdən danışın. Amma onların mübarizə metodundan əsla əbədə danışmayın. Çünki mübarizənin içərisində bilirsiniz, müqavimət var. Əhl-i Beytin yolu nə cür yolu olur? Biz mübarizə deyəndə 2 dənə Peyğəmbər salavatullah və 2 dənə imam bizim zehnimizdə canlanır ki, bunlar mübarizəli imamlar olublar və digərlər mübarizəli olmayıblar. Bu yanlış düşüncədir. Məsələn, Əmirəl-Möminin xəlifəliyi zamanında 3 dənə böyük müharibədə iştirak edib. İndi xəlifəliyi zamanında. Bəli, bu mübarizdir. Allah razı olsun. Və İmam Hüseyin də ki, məlumdur, Kərbəlada mübarizəyə qalıqdı və qiyam yatırdıldı. Digər imamların mübarizəsi yoxdur. Biz mübarizə deyəndə nə başa düşürük? Mübarizə ancaq qılıncla döyüşməkdir. Yox, bəzi vaxt fikirdən də mübarizə aparmaq olur. Mübarizə çoxdur, mübarizənin şaxələri çoxdur. Əlbəttə, mən mübarizə haqqında danışmaq istəmirəm. Sadəcə bir
Möhtərizə bir neçə cümlə deyir. Mənim əsas bəhsim fəsaddır. Fəsadın yolları və fəsadla mübarizənin qayda qanunları Əhl-i Beytin baxışında. Fəsad özü, çox şeydə fəsad mümkündür baş verə. Fəsad baş verə bilər əxlaqda. İnsan əxlaqda fəsad eləyə bilər. Əxlaqdakı fəsad nədir? Yalan danışa bilər, qeybət eləyə bilər, töhmət ata bilər. Bunlar əxlaqda fəsaddır. İnsanın əxlaqi nöqteyi nəzərində fəsad edir. Və yaxud malda fəsad eləyə bilər insan. Sələm verə bilər, rüşvət verə bilər, rüşvət ala bilər. Bunlar fəsaddır. Yəni yasaqdır. Mümkündür fəsad baş verə cəmiyyətdə. Pozğunçuluq ola, hicabsızlıq ola. Yəni o pis vərdişlərin yayılması surətli şəkildə ola. Bunlar ictimaiyyətdə fəsaddır. Məsələn, bugün bizim hal-hazırda cəmiyyətimizdə fəsad çoxdur və surətli də yayılmaqdadır. İctimai fəsadın, mən istəmirəm, növlərinə keçsəm. İctimai fəsadın növlərinə keçsək, o qədər fəsad növləri var, saysaq qutarmaz. Və yaxud mümkündür fəsad baş verə siyasətdə. Hökumətlər arasında, dövlətlər arasında, siyasətdə fəsad baş verər. Siyasətdə fəsad ədalətsizlikdir, zülümdür. Bunlar siyasətdə fəsaddır. Və yaxud mümkündür fəsad baş verə sosial şəbəkədə. O da bir növ fəsaddır. Bizim ən çox cəmiyyətdə düşdüyümüz fəsad növü sosial şəbəkə fəsadıdır. Vaxt sərfiyatıdır, yersiz çəkilişlərdir, yersiz yazılardır, yersiz səhnələrə baxmaqdır. Bugün sosial şəbəkədə fəsad çoxdur. İnsanlar qədimdə heç düşünməzdilər ki, bir zaman gələ bilər ki, elə evinin içindən səsini zaps eləyərlər, başqa adama göndərilər. Elə evinin içində videosunu çəkərlər, ictimaiyyətə göndərilər, onun abrını tökərlər. Fəsaddır da bu. Qədimdə belə bir şey yox idi. Görürsünüzmü? Dünya inkişaf elədikcə fəsadın növləri də inkişafdadır. Dünya nə qədər insanları inkişaf nədir? Rahatçılıqdır da. İnkişaf rahatçılıqdır. Qədimdə paltar yuyan maşın var idi? Yox. Qav yuyan maşın var idi? Yox. Yemək qızdırıcı var idi? Yox. Cəmaat ocaq qalamalı idi. Köz düşməli idi. Təndirə, çörək yapmalı idi. Onu günlərdən yeməli idi. Çox üzr istəyirəm ifadəmə görə bağışlayın. Mal damında, laxanqada çinməli idi, isti su aparmalı idi, o çətinliyi var idi. Bununla belə həyat görsən gözəl idi, şirin idi. Çünki fəsad növləri az idi. Fəsad növləri az idi. İndi insan həyatı rahatdır. Çox rahatdır insan həyatı. O qədər rahatdır ki, insan özünü asudə görür. Amma bundan belə fəsad çoxdur. Qədimdə fəsada düşməkdən ötəri sən gəlir günlərlə çalışaydın ki, ta gedib bir dənə fəsad yol tapaydın. İndi qabaqsan məsələn qumar nə cür? Sən getməliydin, hara bizdən, məclisimizdən uzaq. Getməliydin qumarxanaya, toyda dizini yerə qoymalıydı, zər atmalıydı, dizinə döşəməliydi. Pul, indi belə şey yoxdur. Bax, qumar gəlib evin içinə, telefonda bu cür elə vurur, qumardır. Qadın da oynayır, uşaq da oynayır, yaşlı da oynayır, orada hamı qumar oynayır. Qumar qədimdə belə deyil, zəhməti çox idi. Amma o zəhmətinə görə çox adam getmirdi. Amma bugün zəhməti azdır, görürsən, sosial şəbəkədə. Buna deyirlər, məcazi aləm. Yəni, məcaz aləmi. Telefondur, internet var, məcaz aləmi. Bir o qədər ki, xeyri var, anında lazım olan məsələyi əldə eləyə bilirsən. Usta hətta
özü bilmədiyi şeyi girir oradan yoxlayır, tapır, videosuna baxır, onu qoşur, düzəldir. Bir dəfə mədrəsəyə bir dənə usta gəlmişdi. Dedilər, bu kompüter ustasıdır. Bu 4 gün bir otağa girdi, çıxmadı. Hey, gedirdim, otaqda bu iş görür. Ustaya deyirdim, sən nə iş görürsən? Deyirdi, düzəldirəm, proqram yazıram. Bir dəfə təsadüfən qapıyı açdım, içəri girəndə gördüm, YouTube-u qoyub, YouTube-a baxır. Orada proqramlara baxır. Deyirəm, sən nə iş görürsən? Deyir, bəzilərini bilmirəm, açığı. Bura baxıram, buradan götürürəm. O bəzi dəlləklər var, xam dəlləklər gəlir, başının üstündə məşq edir. Deyirəm, sən gəlib 4 gündür burada, bizim vaxtımızı alıbsan, usta adından gəlibsən. Sən burada girib, sosial şəbəkədə bilmədiyin şeyi axtarırsan ki, praktikanı bu kompüterin üstündə mi icra eləyəsən? Budur, insan elə bilmədiyini öyrənir, pis deyil, öyrənirsən. Amma öyrəndiyin qədər də fəsadı var. Qabaqca zina çətin idi. Çox üzr istəyirəm ifadəmə görə. Yaşlılardan, analardan, bacılardan. Zina çətin idi, zina. Zinanın o yerini tapmaq çətin idi. Yəni zinada o qeyri-şəri məsələdə o işi görmək çətin idi. Çox rahatdır, çox rahatdır. Ya, telefon vasitəsilə çox rahatdır. Mən bir adam qabaqca tapmaqdan ötəri gərək onu nə qədər vasitəçi eləyirdim ki, ona deyirdim bir salamun aleyküm. İndi isə o rahatdır. Instagramdan gir, Facebookdan çıx. Facebookdan gir, TikTokdan çıx, taparsın. 2 dəqiqə tapırsan. Tamam, çox rahatdır. Ona görə də əxlaqi fəsadın kənarında internet fəsadları da mövcuddur. Telefon fəsadları da mövcuddur. Fəsad mümkündür ailədə baş verər. Ailədə də fəsad var. Ailə fəsadları da var. Onların qismləri çoxdur. Mən bu qismlərdən sadəcə nümunə olaraq ad çəkdim. Əxlaqda fəsad var, siyasətdə var, ictimaiyyətdə var, sosial şəbəkədə var. Amma bizim bəhsimiz fəsadı tanımaq və fəsadı mübarizə etmək mövzusundadır. Fəsad nədir? Ola bilər siz sual eləyəsiniz ki, ümumiyyətlə fəsad nəyə deyilir? Fəsadın mənası nədir? Fəsad lüğətdə orta həddən xaric olmağa deyirlər fəsad. Lüğətdə bu anlamdadır. Orta həddi tərk eləməyə deyirlər fəsad. Yəni, nəzmi, intizamı pozmaq fəsaddır. Öz normasından hər nə çıxsa, ona deyirlər fəsad, fasid oldu. Görürsən, meyvə neçə gün durur? Sən deyir, 10 gün, misal olaraq. O meyvə rəngini dəyişdi, iləndisə, o deyirlər fasid oldu. Yəni, normal həddən çıxdı, artıq ilənməyə doğru getdi. Buna deyirlər fasid. Görürsən, bəzi vaxt insanın ürək döyüntüsü və onun qan təzyiqi normal olsa, hər şey normaldır. İnsanda baş ağrısı yoxdur, göz ağrısı yoxdur, boyun ağrısı yoxdur. Bu normal həddən çıxsa, ürək döyüntüsü möhkəmlənsə, təzyiqi qaldırır və bu orta həddən çıxır. Buna deyirlər fasid. Yəni, fəsad bilirsiniz də nə oldu? Yəni, həddi aşmaq. Orta həddi tərk eləyib, tüğyan eləməyə deyirlər fəsad. Fəsad da hər bir şeydə baş verə bilər. Bəx saydığım məsələlərin hər birində fəsad mümkündür ola. Görürsən, insan normalda əxlaqlıdır, təbii əxlaqına riayət edir. Birdən görürsən, əsəbləşdi, əsəbinə hakim ola bilmədi, əsəbi orta həddən çıxdı, bunu zay elədi. Orta həddən çıxdı, bunu zay elədi. Bu fəsaddır. Biz Qur'an-ı Kərimə diqqət yetirsək, Qur'an-ı Kərimdə fəsadın predmetləri haqqında bir neçə dənə məsələyə Allah Teala Qur'anda toxunur. Mən bunların bir neçə nümunəsini deyirəm.
burada söhbətimi inşallah cəmləşdirirəm və yekunlaşdıracağam. Növbəti bəhsimizdə Allahın iznində bu bəhsimizin davamını danışarıq. Bir dənə sallat yad ilə Muhammed və al-Muhammed. Allah Teala Qur'an-ı Kərimə diqqət yetirsək, bir neçə dənə fəsaddan ad gətirir. Nümunə olaraq Əraf surəsinin 56-cı ayəsinə diqqət yetirsəniz, Allah Teala orada buyurur. Bismillahirrahmanirrahim. Və la tufsidu fil ard ba'da islahihə. Biz yeryüzünü islah etdikdən sonra fəsad törətməyin, yəni həddi aşmayın. Biz hər şeyi düz qoş elədikdən sonra siz həddinizi aşmayın. Burada nədən söhbət gedir? Nəyi düz qoş eləyib Allah Teala? Hansı məsələyi düz qoş eləyib ki, biz onda həddi aşmışıq? Burada ad gətirmir. Deyir ki, və la tufsidu fil ərz. Yer üzündə fəsad eləməyin. Ba'da islahihə. Biz onu islah etdikdən sonra. Rivayətdə qeyd olunur. Allah nə ilə islah eləyibmiş yer üzünü ki, biz həddi aşmışıq, fəsad törətmişik. Çox maraqlıdır. Hədisdə buyurur, Əsləhəhə bi Rasulillah və əmiril müminin. Allah təbarək və təala yer üzünü Peyğəmbər və Həzrəti Əli ilə islah eləyib. İnsanlar Peyğəmbəri kənara qoymaqdan, Qədirxumda Həzrəti Əlinin haqqını yerə vurmaqdan, yer üzündə nədir? Fəsad elədilər. Yer üzü fəsaddadır hal-hazırda. Çünki yer üzünün höccəti sahibəl əsr və zaman İmam Mehdi əleyhissalam qeyb dövründədir. Niyə? Çünki insanlar yer üzündə Allah islah etdikdən sonra fəsad törətdilər. Peyğəmbər və Əhl-i Beytin sözünü kənara qoydular. Əhl-i Beyti ümumiyyətlə mövzudan uzaqlaşdırdılar. Yer üzündə Allah düzən qoydu. Nəzm intizam yaratdı. Bundan çıxdılar. Nəticə itibarilə insan fəsad törətdi. Böyük müsəlmanlar neçə sinifə bölünür? Səbəb nədir? Peyğəmbərin sözünü kənara qoydular. Səbəb nədir? Əmirəl mömininin sözünü kənara qoydular. Ona görə yer üzü hal-hazırda fəsaddadır. Peyğəmbər və onun pak Əhl-i Beytinin sözünü kənara qoydular. İkinci nümunə ki, Allah Qur'an-ı Kərimdə buyurur, fəsad haqqında predmet gətirir, o Şüəra surəsinin 150-151-ci ayəsidir. Və la tuti'u əmrəl musrifin əllezine yufsidunə, bax fəsad, yufsidunə fil ard. İsraf edənlərin sözünə qulaq asmayın. İsraf eləyənlərin sözünə qulaq asmayın. Çünki onlar yer üzündə fəsad törədirlər. Bəs Allah Teala israfı fəsad da gətirir, görürsən, deyir, israf fəsaddır. İsraf nəyə deyilir, bilirsinizmi? İsraf, həddi aşmağa deyirlər, israf. Hər nədə, yeməkdə israf var, geyinməkdə israf var, içməkdə israf var, torpaq almaqda israf var, ev tikməkdə israf var, toyda israf var, vayda israf var. İsraf nədir? Yersiz xərc, əlavə xərc, o xərc ki, içərisində ancaq və ancaq şəxsin qüruru və təkəbbürlüyü dayanır. Mən gərək süfrüyə 7 çeşid kabab qoymalıyam. Hər insan bir qarnı var, neçə tikə kabab yeyə bilər? 7 çeşidin altında da 10 çeşid başqa yemək dayanır. Gərək süfrədə barmaq bastıya yer olmuyor. Niyə ay bala? Sonra nə olar? Hər adam bir tikə yedi, bəs eləyir daha kifayət. Yox, mənim adım var. Mənim şöhrətim var. Sonra da toydan sonra həmin yeməklər gedir hara? Zibil qutularına. Bu israf ya israf deyil? İsrafdır. Bu israfdır.
və yaxud Allah gedir. 15-ci torpaq, 16-cı torpaq, 17-ci torpaq, şəhərin hər bir yerində ev. Nə? Niyə? Nə qədər lazımdır? Nə ehtiyac var? Bəli, gələcək işlər üçün bəli olar. Bunun kənarında nə qədər, onun bir dənəsini ver fəqirə də, nə olar? Bir dənəsini ver, yolda qalıb da, evi yoxdur, ailəsi çölün düzündə, dağılır, gedir, ailə dağılır. Amma heç ona kirayə də verməz aşağı qiymətə. İsrafdır. Bunların hamısını Allah Teala insana soruşur. Bu boyda israf. Allah Təbarək və Təala bu ayədə deyir ki, israf edənlərin sözünə qulaq asmayın. Çünki onlar fəsad törədirlər. Fəsad işlərlə məşğuldurlar. İnsan uzağı iki cür maşına ehtiyacın ola bilər də. Bir balaca maşın, bir də biraz böyük maşın. 10 çeşid maşın, 10 növ maşın, 20 növ maşın. Nə ehtiyac var? Lazımdır, bilirsiniz, xums gəlir, bəzi vaxt istifadə eləmədiyim maşına xums gəlir, onu bilirsiniz. Əgər mən ehtiyacımı ödəyəcək bir maşınım varsa, o birlər izafədirsə də, istifadə eləmirəmsə də, elə bu cür algı eləmişəm, ona ildə xums düşür. Bəli, qızıl da alırsan, yığırsan, əlbəttə cehizlik bura aidiyyəti yoxdur. Ona xums düşür ilin axırında. Ticarət ünvanına alıb yığdığın evlərə, torpaqlara ildə nə cür naloq gəlir? Boş torpağa niyə naloq gəlir? Sən adında nə qədər torpaq var? Naloq verməlisən, maliyyə verməlisən. Allahın da hökmü var, qanunu var, maliyyə verməlisən, xums verməlisən. Verməsən, halal olur, haram. Üçüncü yer ki, Allah Teala fəsad haqqında bir qeyd gətirir, tuğyandır. Deyir, əl-ləzinə təqav fil biləd fəəksəru fiyhəl fəsəd. Quranın ayəsidir. Deyir, onlar o kəslərdir ki, öz şəhərlərində tuğyan elədilər, həddi aşdılar. Fəəksəru fiyhəl fəsəd. Və nəticə itibarilə çoxlu fitnə, fəsad törətdilər. Həddlərini aşdılar, fitnə törətdilər. Firon həddi aşdı ya aşmadı? Quranda ayə var. Allah Teala Quranda buyurur, deyir, Firon dedi, Ənə rabbukumul ə'lə. Ələuzbillah. Dedi, mən sizin ən üstün Rəbbinizəm. Allahınızam. Qudurdu. İçərisində bir qürur gəldi. Dedi, mənəm da, mən sizin Allahınızam. Tuğyan elədi. Tuğyanın nəticəsi nə oldu? Fəsad. Nə iş gördü? İçərisindən o tuğyan gəldi, başladı əməldə fəsad eləməyə. Onu öldürdü, bunu öldürdü. Bugün Fironlar çoxdur yer üzündə. O biri Titanik gəmisi düzəltdi. Deydi ki, bu gəmiyi Allah belə batıra bilməz. Allahın gücü çatmaz bu gəmiyi batırmağa. Elə əzəmətli gəmi düzəltmişik. Amma gəmi getdi bir dənə buz parçasına dəydi. Tab gətirə bilmədi, yerin, gölün, okeanın dibinə getdi, girdi. Tuğyan elədi. Bəzi vaxt insan tuğyanı bir həddə çatanda artıq özünü görür, özündən başqa heç nə görmür. Və nəticə etibarilə o insan zombiləşir və öldürməkdən xoşu gəlir, qandan xoşu gəlir. İnsan Epstein görürsünüz da, Epstein məsələsi. Bu tuğyandır. Tuğyanın nəticəsi Epstein. Tuğyan nədir? O qədər pul, o qədər var, o qədər sərvət, nəticə nədir? Gedə bir adaya. O adada nə işdən məşğul olan, nədən həzz alın? O Squid filmi var, yəqin baxırsınız. Orada nədən danışır? O harınlamış tuğyancar sərvətlilərdən söhbət gedir ki, adalarda nə işlərdən məşğuldular? Və yaxud insanların taleyindən bir oyuncaq kimi oynayırlar. Onlar üçün fərq eləmir, o quyuya düşdü, öldü, öldürüldü, o həzz alır. Ver, sən onu öldür, baxım. Onun başını kəs, baxım, görüm nə cür kəsirsən. Tuğyandır da bu. Bu tuğyanın nəticəsi nədir? Olur fəsad ki. Allah Təbarək və Teala
bu ayədə buyurur ki, tüğyankarlar fəsad törətdilər. Onun bir növü də Firon idi və Fironun əqidəsində olanlar da büyün çoxdur. Buyurur digər ayədə innel muluk izə dəxəlu qaryətən əfsəduha. Allah Quranda deyir, padşahlar hara girdilər, orada bir dənə fəsad törətdilər. Şahların əksəriyyəti 99,9% zalimdir. Çünki əllərində güc var, qüvvə var, qüdrət var, tüğyan eləyirlər və fəsad törədirlər. Bəni Ümeyyə gəldi, fəsad törətdi, tarixdə baxın. Bunlar getdi, Abbasilər gəldi. Onlar gerdə mi qoydular? Onlar bunlara da keçdilər. Bunlar da fəsad törətdilər. Kimin əlində qüvvə, qüdrət var, məzluma dayaq olmaq əvəzinə zülm eləyir, zalimlik eləyir, hegemonluq eləyir və nəticə etibarilə bu qədər nahaq qanlar tökülür. Uşaq qanı, qoca qanı, yaşlı qanı, məktəblər vurulur, nələr dağılır. Nədir? İnsan tüğyan eləyir. Nə vurhaydı? Get da, torpağın var. Get torpağında yaşa. Başqasının torpağına niyə göz dikirsən? İndi orada nə baş verəcək? Bax, bu insanın zatında bu var. Siz belə deyirsiniz, vallah bu insanın zatında var. İndi məsələn biz deyirik, sən 5 kilometr torpaqdan üstündə niyə dava edirsən? Sən 5 kilometr danışsan, kəndlərdə bir tirənin üstündə dava gedir. Bir-birinə qarnına yava soxurlar. Bu tirə mənimdir. Tirə nə? 40 santıdır. 50 santı torpaq üstündə. Gedin, baxın yollara. Gəlin, baxın küçələrimizə. Küçələrimizdə baş verənlər görürsünüzmü? 50 santı yerindən keçib yolu enləndirmək istəmir. O yol xalqındır. O yol get-gəldir. O yol ictimaiyyətindir. Nə olur? 50 santı torpağından keç, bu insanlar rahat getsin, gəlsin. Amma yox. O 50 santı nədir? İstəyir 10 santı da hələ yola nədir? Vura ki, bunun torpağında biraz o 20 santı sənin həyatında nə fərq eləyəcək? Amma yolda fərq eləyir. İctimai get-gəl yeridir, orada fərq eləyir. Görürsən, insan öz cid dünyasında o xeyirdən keçə bilmir ki. Və buradan durur səslənir ki, o böyük dünya ki, sən 5 kilometrdən canın çıxacaqmı? Sənin 40 santıdan canın çıxdı. Görə onda 5 kilometrdə canı çıxır da, deyir, bura mənimdir. Nəticə itibarilə o sərhəddə qalan kəndlər, sərhəddə qalan xalq əzilir. Elə hey bombalar onların başına düşür, onlar sərhəddədirlər. Əlbəttə, bunu deyim, sərhəddə qalanlar yaxşı fayda da aparırlar. O qranisada yaşayanlar, o taraf, bu taraf, yaxşı fayda da ora atlayırlar, orada mal gətirirlər, bura atlayırlar. Bəli, işləyirlər, pis deyil. Amma xətərləri də çoxdur. Eyni o şaxtaçılar kimidir. Şaxtaçıların aylığı çoxdur. Amma gedin şaxtaçıların işinə baxın. O şaxtaçıların işi 50-50-yə bunların ömrü. Getdi yerin təkinə, o kömür vurdu, çıxartdı, bir də gördün, dağ açdı, içədə boğuldu. Nə qədər şaxtaçılar canlarını xətərə qoyurlar. Amma aylıqları da pis deyil. Allahın verəm izzət və cəlalına, Allah təbarək və təala inşallah bizləri fəsadı düzgün tanıyıb, fəsadla mübarizə edənlərdən qərar versin. Allahın verəm izzət və cəlalına, Allah təbarək və təala aqibətimizi xeyirli qərar versin. Allahın verəm izzət və cəlalına, uca Allah həm dünyamızı, həm axirətimizi avad eləsin. Allahın verəm izzət və cəlalına, Allah təbarək və təala bizləri öz dediyimizə, özümüz əməl eləyənlərdən qərar versin inşallah. Allah təbarək və təala bizi öz nəfsimizin öhdəsinə buraxmasın. Muhammed və Ali Muhammedə salavat yad edin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sallu alə Muhammed və Ali Muhammed.